Əziz tələbələr, isim mövzusunun növbəti videosu ilə davam edək. Demək, 37-ci testimizə nəzər yetirsək, choose the compound nouns, mürəkkəb isimləri seçmək lazımdır. Necessity, burada ty şəkilçisi demək, düzəltmə isimdir, vaciblik mənasını bildirir. Suitcase mürəkkəbdir, çünki iki sözün birləşməsindən yaranıb. Deməli, biri olacaq 2. Teapot, T aralıqda bir söz, pot ikinci sözümüz, çaynik deməkdir, çaydan və götürürük. Üçü, admittance, ən şəkilçi vasitəsilə düzəldir, qəbul deməkdir. Admit, qəbul etmək, feildən isim yaranıb, ona görə onu götürə bilmirik. Dördüncünü, raindrop isə iki sözün birləşməsində yaranıb, o da mürəkkəb isimdir. 2, 3, 5 variantımız C variantına uyğun gəlir. 38-ci testdə choose the line of nouns, isimlər sırasını seçmək lazımdır. Gun, silah isimdir, amma weak, zəif deməkdir, onu çıxırıq. Strong, güclü deməkdir, B variantında çıxırıq. Fluent, səlis, sərbəst deməkdir, C variantında da çıxmaq lazımdır. D variantında game, dress, wood hər üçü isimdir. Game, oyun, dress, paltar, wood, meşə və yaxud odun. Hər üçü isimdir, ona görə variantımız D variantıdır. E variantı hot, isti, onsuz da sifətdir, onu götürə bilmirik. 39-cu testimizə nəzər yetirək. Choose the line of nouns, isimlər sırasını seçmək lazımdır. Wide, geniş, sifətdir. Alike, oxşar, sifətdir. River, fish, salty, duzlu, sifətdir. Dusty, sifətdir, tozlu deməkdir. Fire, od, alov, shelter, sığınacaq. Fox isə tülkü, hər üçü isimdir və cavabımız Y variantıdır. 40-cı testə nəzər yetirək. Choose the line of uncountable nouns, sayıla bilməyən isimlər seçmək lazımdır. River sayılır, çay. Təbii ki, axan çay mənasında sayılacaq. Sea, dəniz sayılacaq. City, şəhər sayılacaq. Digər variantlarımıza nəzər yetirək. Water, demək, su sayılmır. Juice sayılmır. Job isə sayılır. B variantında da çıxırıq. Milk, butter, rice. Milk, süd sayılmır. Butter, yağ sayılmır. Rice, düyü, bu da sayılmır. Variantımız C variantı. People, chalk, fork. People sayılır. D variantını da çıxırıq və pencil, karandaş sayılır. E variantını da seçmək lazım deyil. 41-ci sualımız. Choose the line of uncountable nouns. Sayıla bilməyən isimləri seçmək lazımdır. Whales, zənginlik mənasındadır, sayılmır. Leaf, yarpaq sayılır. A variantına çıxmaq lazımdır. Knowledge sayılmır. Sing, əşya sayılır. B variantına da çıxırıq. Knowledge, bilik sayılmır. Progress, inkişaf sayılmır. Ice, buz sayılmır. Variant olaraq C variantı düzgün variantımızdır. Policeman sayılır. Hammer, çəkic, bu da sayılır. Demək, biz düzgün olaraq 41-i seçmişik. 42-ci testə nəzər yetirək. Choose the correct sentence with the noun in the possessive case. Demək, ismi yiyəlik halında olan isimlər sırasını seçmək lazımdır. İsim olan cümləni daha doğrusu seçmək lazımdır. Write today's date. Today's, apostrofes burada tamamilə uyğundur. Cavab A variantına uyğun gələcək. B variantında story is about single saldırılmış formasıdır, götürə bilmirik. Let's go, let us single saldırılmış formasıdır, onu da götürmürük. Henry has got, has, götürmürük, has single saldırılmış formasıdır. The weather is very cold today, is single saldırılmış formasıdır. Ona görə biz haqlı olaraq A variantını götürmüşük. 43-cü testə nəzər yetirək. Choose the correct variant, düzgün variantı seçmək lazımdır. The children's books, uşaqların kitabları. Bunu düzgün variant kimi götürə bilərik. 5 days, burada S apostrof olmalıdır, çünki 5 rəqəmdir və təbii ki, birdən yuxarıdır.
və S apostrof olmalıydı. Ona görə bu variantı seçmirik. 2 weeks journey, 2 weeks S apostrof olmalıdır. Çünki birdən yüksəkdir. Mütləq apostrof S-dən sonra gəlir. My parents' house. Mənim valideynlərim 2 nəfər olduğuna görə S apostrofu uyğundur. Cavabımız olacaq A variantı. Sonra biz nəzər yetirək 44-cü testimizə. Choose the correct variant, düzgün variantı seçək. These writers, this təkdədir. Writers S cəmdə götürüblər, ona görə seçə bilmirik. That man's car, that təkdədir. Mən apostrof S tamamilə uyğun gəlir. Burada S də ola bilər, ancaq biz düz olaraq onsuz da that man's apostrof S-lə uyğun gələcək. Düz seçmişik. The Smith's house, the article olanda ailə S apostrofla işlənir. Ona görə 3-cü də düzdür. My children's bilirik kökündən dəyişən isimlər apostrof S-lə düzəlməlidir. Cəm forması yerik halda. Ona görə 4-ü də götürə bilmirik. Və cavabımız 2-3 uyğun gəlir Y variantına. 45-ci sualımız choose the nouns in the plural. Cəmdə olan isimlər sırasını seçmək lazımdır. Word təkdədir. Dear women, spade, nizə, ox deməkdir. O da təkdədir. News təkdədir. Demək çıxırıq. Mail təkdədir. D variantında uyğun deyil. Police cəmdə işlənir. Feed cəmdə. Scissors cəmdə. Ona görə variantımız Y variantı. 46-cı testdə də nəzər yetirək. Choose the nouns in the singular. Təkdə olan isimlər sırasını seçək. Wind təkdir, oxen cəmdədir. Ona görə seçmirik. B variantında hamısı təkdədir. Cheese, milk, flour. Ona görə variant olaraq B variantını götürürük. Bags cəmdədir. Mice cəmdədir, sıçanlar. Shirts cəmdədir və toplar da cəmdədir. Balls. Ona görə haqlı olaraq biz seçmişik B variantını.